Bakının Xəzər rayonunda şəhid ailələri üçün növbəti mənəvi dəstək ünvanı fəaliyyətə başladı. Bakının Xəzər rayonunda mənəvi dəyəri ilə seçilən mühüm bir mərkəzin qapıları şəhid ailələrinin üzünə açıldı. Şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin Xəzər rayon təşkilatının yeni ofisi məhz qəhrəman aprel şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Tədbir Azərbaycan Respublikasının dövlət himninin sədaları və vətən naminə canından keçən oğullarımızın ruhuna ehtiram olaraq bir dəqiqəlik sükutla yad edildi. Almaz Zeynalova. Açılışda çıxış edən təşkilatın sədri Almaz Zeynalova həm 31 mart soyqırımı qurbanlarını, həm də aprel döyüşlərinin qəhrəmanlarını anaraq dualar etdi və bildirdi ki, şəhidlərimiz Azərbaycanın canlı tarixi və sarsılmaz qürur mənbəyidir. Əli Heydər Dəmirli, Vahid Piriyev. Xəzər rayon təşkilatının sədri Əli Heydər Dəmirli və müavini Vahid Piriyev öz çıxışlarında vətən sevgisinin ölməzliyindən bəhs etdilər. Şəhid ailələrinə göstərilən qayğının hər zaman diqqət mərkəzində saxlanılacağını bildirdilər. Günay Atayeva. Təşkilatın mətbuat xidmətinin rəhbəri Günay Atayeva isə şəhidlərimizin əmanəti olan ailələrə və övladlara göstərilən diqqətin bundan sonra da kəsintisiz və davamlı olacağını xüsusi vurğuladı. Elşad Quluzadə. Tədbirin ən təsirli anlarından biri şəhid Qurbanəli Quluzadənin atası Elşad Quluzadənin çıxışı oldu. Şəhid atası övladının və bütün qəhrəmanlarımızın keçdiyi yolla fəxr etdiyini bildirərək onlara Allahdan rəhmət dilədi. Türkanə Səfərova. Mərasimdə qonaq qismində iştirak edən Paragraf saytının təsisçisi və baş redaktoru Türkanə Səfərovanın təşkilata verdiyi davamlı media dəstəyi də yüksək qiymətləndirildi. Digər qonaqlar da öz növbələrində qəhrəmanlarımıza olan sonsuz ehtiramlarını dualarla ifadə etdilər. Tədbirin sonunda təşkilatın sədri Almaz Zeynalova və jurnalist Mətanət Akif qızı yeni ofisə gətirdikləri simvolik hədiyyələri təqdim edərək Əli Heydər bəyə fəaliyyətində uğurlar arzuladılar. Rəsmi hissədən sonra tədbir səmimi çay süfrəsi ətrafında xoş müzakirələrlə davam etdi. Yeni açılan bu məkan Xəzər rayonunda şəhid ailələrinin birliyi və onlara göstərilən ictimai qayğının mühüm ünvanına çevrildi. Günay Atayeva, Türkanə Səfərova, Paragraf TV. Hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ataları, şəhid ailələri,
qeyri-hökumət təşkilatlarının nümayəndələri, Xəzər rayon şöbəsinin sədri, köməkçisi, hər kəsi burada görməkdən çox şadıq, çox məmnunuq. Bugün bura gəlişimizin səbəbi təbii ki, Xəzər rayon şöbəsinin açılışı ilə, yəni xeyir-duası ilə əlaqəli idi. Amma bugün çox xüsusi bir günlər olduğuna görə biz onu qeyd etməmək mümkün deyil, etməliyik. Bildiyiniz kimi, dünən Azərbaycanda 31 mart soyqırım günü qeyd olundu və biz də təşkilat olaraq bir yerdə ziyarət elədik, şəhidlərimizin ruhlarına dualar oxutdurduq. Ürəyimizdən keçənləri, şəhidlərimizə rəhmət dilədik Allahdan, qalanlara can sağlığı arzuladıq. Və bugün də bildiyiniz kimi aprel döyüşlərindən artıq 10 il keçir. Və 10 il bundan qabaq ən ağır döyüşlərdə yüzlərlə, yox minlərlə gənclərimiz dünyasını dəyişdi. Və o gənclər yarımçıq qalan, belə deyək, 92-93 şəhidlərinin yarımçıq qalan arzularını həyata keçirərək böyük bir qayıdış elədilər, torpaqları bizə qaytardılar. Və bugün həm onların, həm ümumi şəhidlərimizin, həm də ki, qayıdan torpaqlarımızın qayıtmayan oğulları qarşısında hər kəsin, belə deyək də, şəhid olanların ruhlarına dedik ki, bir dəqiqəlik sükut elan edək və sonra çıxışımıza, yəni tədbirimizi davam elətdirək. Bir dəqiqəlik sükut. Şəhidlərimizin ruhuna. Allah rəhmət eləsin. Allah şəhidlərimizin məqamın, uca yerləri, məkanların cənnət eləsin. Amin. Bir öldük, min dirildik, büdrədik, amma yıxılmadıq. Hər vaxtınız xeyir olsun, Paragraf TV izləyiciləri. Bugün biz Xəzər rayonundayıq. Həmsöhbətimiz isə Respublika Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz xanım Zeynalovadır. Almaz xanım, xoş gördük. Təşəkkür edirəm, sağ olun. Respublika Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova və bugün biz təşkilat olaraq Xəzər rayon şöbəsini də Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin Xəzər rayon şöbəsini yaratmaq qərarına gəldik, zərurətdən. Çünki bildiyiniz kimi Xəzər rayonu Bakı rayonları içində ən böyük rayonlardan, həm ərazisinə görə, həm şəhid ailələrinin, belə deyək də, çoxluğuna görə vacib idi ki, burada rayon şöbəsini yaradaq və artıq biz bu şöbəni yaratdıq. Bugün də bu şöbənin açılışına gəlmişik və təşkilat haqqında onu deyə bilərəm ki, 2011-ci ildən Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınmışdı bizim təşkilat və yaranmaqda məqsədi, məramı şəhid ailələrinə, onların övladlarına, Qarabağ qazilərinə və övladlarına dəstək olmaqdan, adından da göründüyü kimi dəstək olmaqdan ibarətdir. Və çox şükür ki, bugünə qədər nələrəsə nail olmuşuq və bu bizim üçün çox böyük bir fəxirdir və bugün də böyük ümidlə gözləyirik ki, bu Xəzər rayon şöbəsində də, baxmayaraq ki, Xəzər rayon icra hakimiyyətinin başçısı da, əlaqəli qurumlar da şəhid ailələrinə dəstək olurlar. Amma qeyri-hökumət təşkilatları bildiyiniz kimi onlara bir, belə deyək də, hər tərəfli dəstəkdir. Ona görə də mən çox ümid bəsləyirəm ki, bizim rayona təyin elədiyimiz Əli Heydər müəllim, Allah kömək olsun, bu təşkilatı belə deyək də, rayon şöbəsini yaratdı və bizə bir dəstək oldu. Həm də ki, artıq belə deyək, Mərdəkan, Buzovna, Qala, bir neçə qəsəbələri özündə birləşdirən Xəzər rayonu artıq Bakıya yox, elə Xəzər rayon şöbəsinə, bax, bu gözəl ofisə gəlib öz iradlarını, öz istəklərini, şikayətlərini burada deyə bilər və yerində də həll olunmağına mən çox böyük ümid bəsləyirəm ki, Əli Heydər müəllimlərlə çox yaxşı işləyəcək. Mən 19 yaşlı şəhid Quluzadə Qurbənəlinin atasıyam. Mənim oğlum da 44 günlük müharibədə Qusar rayonundan 651 nömrəli hərbi hissədən müharibəyə yollanıb. Onun bir ili keçmişdi, 6 ay qalmışdı. Bu Xocavənd rayonunda 18 saat
döyüşdən sonra gəlib arxada dincələndə o qəlpə yarası alıb 8 nəfərlə şəhid olubdu. Allah şəhidlərimizi rəhmət eləsin. Mən minnətdaram məni dəvət elədiyinizə görə. Ələhidər müəllimə, açdığınız təşkilata Allah xeyir versin, Allah can sağlığı versin sizə. Bir də deyirəm, dəvət elədiyinizə görə çox sağ olun, minnətdaram, Allah şəhidlərimizə rəhmət eləsin. Növbəti müsahibimiz Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Xəzər rayon sədri Əlheydər müəllimdir. Əlheydər müəllim, xoş gördük. Öncəliklə bu sədrliyin münasibəti ilə sizi təbrik edirəm. Təşəkkür edirəm. Həqiqətən çox məsuliyyətli bir vəzifədir. Ələxüsusda İctimai Birliyin adı şəhid ailələrinə sosial dəstəkdir. Birbaşa işiniz sizin bundan sonra şəhid ailələri ilə olacaq. Bildiyimiz qədər tamaşaçılarımıza da çatdırmaq istəyirəm ki, siz indiyə qədər şəhid ailələri ilə zaten çalışmısınız. Çox dəstəyiniz olub şəhid ailələrinə. Bilirəm, onu dilə gətirmək istəmirsiniz, amma yenə də mən istərdim ki, tamaşaçıların məlumatı olsun bu barədə. Buyurun, siz danışın, söz sizindir. Əvvəla bütün qonaqlarımızı salamlayıram, dostlarımı, bütün təşkilat üzvlərimizi salamlayıram. Xoş gəlirlər bizim bu şad günümüzə, bizim bu açılışa. Bu Xəzər rayonunda yeni təşkil olunmuş təşkilatın şöbəsi yaranıb Xəzər rayonunda. Şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin Xəzər rayonu sədri. Və bu məsuliyyətli şəxs kimi istərdim deyim, bu çox ağır vəzifədir, amma savabı var. Biz də əsasən onun savabına görə bu məsuliyyəti öz üzərimizə götürmüşük. Demək olar ki, hələ həyatım boyu həmişə şəhid ailələrinin yanında olmuşuq. Elə düz 90-dan bəri 1-ci Qarabağ döyüşündən, 20 yanvardan və aprel döyüşləri və indi 44 günlük müharibənin bütün şəhidlərin yanında, ətraflarında olmuşuq. Bacardığımız sosial dəstək olmuşuq, mənəvi, maddi çalışmışıq və bundan sonra da çalışacağım ki, onların həmişə yanlarında olaq, dayaq olaq. Bugün artıq aprel döyüşlərindən 10 il vaxt keçir. Aprel döyüşləri də məhz bizim qələbəyə aparan bir yol olub. Ümumiyyətlə, qələbəni necə xatırlayırsınız? Bundan sonra planlarınız nədir? Hansı düşünürsünüz ki, daha çox dəstək lazımdır o sahə üzrə şəhid ailələrinə? Hər sahədə dəstək lazımdır. Bizim əsasındakı indiki zamanda dövrdə, yəni ki, bu şəhid ailələrini heç vaxt unutmaq olmaz. Düzdür, qələbə bizimdir, həmişə də olacaq bizimlə, amma yəni ki, vaxt keçdikdə yəni ki, bir var ki, üstündən 5 il keçib, indi 44 günlük müharibə 6-cı il keçdi. Və yaxud da 10 ildə keçsə belə, biz şəhid ailələrini heç vaxt unutmamalıyıq. Həmişə onların yanında olmalıyıq. Əsasən bunu mən deyə bilərəm. Düzdür, dəstək var, əvvəllər daha çox dəstək olurdu. Elə şeylər var ki, insan bir növ Quranda da yazılıb ki, müqəddəs bizim Quran-ı Kərimdə yazılıb ki, insan unutqandır. Ola bilsin, tez unudur, amma biz şəhid ailələrini heç vaxt unutmamalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Və Xəzər rayon ərazisində olan şəhid ailələri də bundan sonra, belə deyək, sizin dəstəyinizə güvənə bilər də, belə deyək. Əlbəttə, tam əminliklə. Vahid Piriyev, Əlheydər müəllimin müaviniyəm. İndiyə qədər ümumiyyətlə hansı işləriniz olub, şəhid ailələri ilə bağlı hansı tədbirlərdə iştirak etmisiniz? İlk növbədə şəhidlərimizə uca Allahdan rəhmət diləyirik. Allah onların yerini cənnət etsin. Təbii ki, onlar cənnətdədirlər. Onların valideynlərinə başsağlığı verirəm. Şəhid ailələrinə Dəstək İctimai Birliyi. Bu artıq 2011-ci ildən fəaliyyət göstərir. Xəzər rayon şöbəsi yeni yaradılıb. Əlheydər müəllim ora sədr seçilib. Yəni İctimai Birliyə sədr seçilib. Mən də o təşkilatda bir mövqeyim var. Zaman-zaman biz Əlheydər müəllimlə bu müqəddəs yolda olmuşuq. Yəni çiyin-çiyinə bu yolda olmuşuq. İndi də bir təşkilatda birləşmişik. Və məqsədimiz budur ki, şəhid ailələrinə dövlət dəstəyindən başqa iş adamlarının dəstəyini görək. Yəni bu təşkilatda cavanları, iş adamlarını dəvət edirik. Müsahibimiz şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyinin mətbuat katibi Günay xanımdır. Günay xanım, xoş gördük sizi. Çox sağ olun.
İzləyicilərimizə təqdim etmək istəyirəm sizi ki, siz artıq 6 ildir bu yoldasınız. Şəhid ailələri ilə tədbirlər keçirirsiniz, mütəmadi olaraq görüşlər keçirirsiniz. Verilişləriniz olub şəhid ailələri, şəhidlər haqqımızda, şəhidlərin tanınmasında, yəni bir növ belə deyək, təbliğatında rolu olan bir insansınız. Öz ictimai, belə deyək, çalışdığınız ictimai birlik haqqında tamaşaçılarımıza geniş məlumat verin. İndiyə qədər bir qism gördüyü işlər barədə məlumat verin. Daha yaxından tanısın sizi tamaşaçılarımız, izləyicilərimiz. Çox sağ olun Türkan xanım. Təşəkkür edirik ki, yəni bugün yanınızda olduğunuza görə. Mən Günay Atayeva. Artıq 6 ildir ki, şəhid ailələrinə işləyirəm və 1 ildir ki, şəhid ailələrin sosial dəstək ictimai birliyi mətbuat xidmətinin rəhbəri olaraq Almaz xanımın yanındayım. Hər zaman doğru vurguladınız ki, şəhid ailələrinin yanındayıq. Onların bütün maddi, mənəvi cəhətdə bütün problemlər üçün yəni əlimizdən gəldiyi qədər dəstək olmağa çalışırıq. Mən özüm bir müddət Şabran rayonunda fəaliyyətim olub. Artıq 3 ilə yaxındır ki, Bakı şəhərində çalışıram və Almaz xanımda sizin sayənizdə tanımışam. Təşəkkür edirəm və həqiqətən də çox şadam və artıq 1 ildir mən şəhid ailələrinə işlədikcə və rayonda və Bakıda olduğunun yəni çox fərqli olduğunu düşünürəm. Çünki insanlarla işləmək çox çətindir. Şəhid ailələri çox həssas bir ailədir. Təbii ki, onlarla işləmək çox çətindir. Düzü, yaxşı da olur, biraz belə mənfi də desək, amma nə qədər də olmasa bizim üçün qürur vericidir. Hətta bugün bizim aprel döyüşlərindən 10 il keçir. Bu da bizim üçün təbii ki, böyük qürurdur, fəxirdir. Şəhid ailələri bizim başımızın tacıdır və hətta bilirsiniz ki, mənim abdə verişim var. Artıq 3 veriş yayımlanıb. İnşallah ki, bu il onun davamını da istəyirik. Təbii ki, təşkilatımızın xətti ilə Türkan xanım təşəkkürlər. Bizim tədbirlərimizin işlanmasında böyük dəstək göstərirsiniz və əlbəttə təşəkkür edirik. Bizim də bir vətəndaş olaraq borcumuzdur ki, əlimizdən gəldiyi qədər yəni şəhid ailələrinə dəstək olaq və gəncləri də öz yanımıza cəlb etməkdə məqsədimiz şəhidlərimizi unutmayaq və unutdurmayaq. Bunu gələcək nəsillərə bir tarix olaraq ötürək. Təbii ki, bugün dövlətimizin şəhid ailələrinə, həssas təbəqəyə yanaşması çox gözəldir. Yetəri qədər dəstək qayğı var. Ancaq sizin də dəstəyiniz hər zaman önəmli olur. O təbəqə üçün, həssas təbəqə üçün. Bu yolda siz bir çox tədbirlər keçirmisiniz indiyə qədər. Çox istərdim tamaşaçılar bu barədə də məlumatlı olsun sayənizdə. Buyurun. Çox sağ olun. Bəli, biz artıq mən 1 ildir Almaz xanımın yanındayım və bizim bir çox tədbirlərimiz olub. YAP-da, Yeni Azərbaycan Partiyasının da bizim əməkdaşlığımız olub. Keçən il hətta 8 martda böyük bir, möhtəşəm bir tədbirimiz oldu. Orada 1-ci Qarabağ müharibəsinin şəhid ailələrini, 44 günlük vətən müharibəsində olan şəhid ailələrini dəvət eləmişdi. Çox gözəl, yadda qalan həqiqətən tədbirlərimiz olub. Tez-tez mütəmadi olaraq biz iclaslar keçiririk, yəni qonaqlar dəvət edirik. Təbii ki, bu da yəni bizim yəni Almaz xanımın təşkilatçılığı ilandır. Bu bizim üçün böyük bir fəxirdir. Bundan sonra da yəni tədbirlərimiz daimidir, olacaq və hətta onu da deyə bilərəm ki, bizim bu il layihəmiz keçdi. Biz layihəni qazandıq və layihə əsasında böyük bir uğurlarımız təşkilatı. Bəli, qeyri-hökumətlərdə təbriklər. Çox sağ olun. Bu bizim üçün böyük qürurdur, bir sevincdir və inanırıq ki, tək şəhərdə deyil, bölgələrimizdə də biz bu tanıtımları davam edəcəyik. Təbii ki, təşkilatın dəstək xətti ilə. İnşallah. Çox sağ olun. Oldu, sizə işlərinizdə uğurlar arzulayıram. Sağ olun, minnətdaram. Əli Heydər müəllim də sağ olsun, sözümü yerə salmadı. Bizim yəni Xəzər rayonu böyük rayondur. Gör neçə qəsəbənin özündə birləşir. 8 kəndi özündə birləşir, böyük kəndlərdir. Və siz də bu işlərdə varsınızsa, siz də bu gün Əli Heydər müəllimin yanındasınızsa, deməli biz təşkilat olaraq arxayın oluruq ki, iş gedəcək. Yəni yenə deyirəm, şəhid o vaxt ölür ki, onun anılmır, onun qapısı döyülmür, onun hardasa xəstəsinə, belə deyək də, problemi olana dəstək olan olmur. Bax, şəhid o vaxt ölür. Eləyə bilər, yoxlayarıq. Amma baxdım ki, Əli Heydər müəllim hələ yanımda olmuyor, bu işləri gördü. Yəni onu da biraz məlumat üçün deyirəm. Belə bu bizim banerdən də görünür ki, mən Əli Heydər müəllimi təzə tanımışdım, amma o mənim hardasa şəhid ailələrin övladlarına məktəbli forması
Bakı tikiş evi verir 10 dənə, o birisi verir 20 dənə, ailələr 60-70 dənədir. Mən çox çətin bir vəziyyətdə qalmışdım. Və bir mən o gənclərimə, qızlarımıza da verirəm, sizlərə də deyirəm ki, kimsə nəsə eləyirsə, onu bilmək lazımdır, onu dəstəkləmək lazımdır, ona bir təşəkkür eləmək lazımdır. Əlidə mənim onu bir dəfə elədi, mən illərdir onu deyirəm və təkidlə də dedim ki, bizim Xəzər rayon şöbəsinə gəlin, sədr olun, çünki burada yaşayırsınız, burada da çox şəhid ailələri var. Yəni, dövlətin diqqətindən kənarda qalmayıb. Heç kim deyə bilməz ki, hansı bir şəhid ailəsi, qazi dövlətin diqqətindən kənarda qalıb. Qalmayıb, həqiqətən də ev verir, maşın verir, yaşayış üçün kömək eləyir. İndi torpaq verir. Amma elələri də var ki, indi bəzisi maraqlıdır, bəzisi həddindən artıq çox istəyir, bəzisi də diqqətdən kənarda qalır. Belələri də ola bilər. Amma dövlətin diqqətindən qalan az adamı var, mən inanmıram ona. Həqiqətən sizin fikriniz nədir? Sizi təbrik edirik əvvəlcə. Həqiqətən təbrik edirik, hamı sizə uğurlar arzuluyuruq. Və biz biraz rahat olacağıq ki, həftədə bir dəfə, lap 10 gündən bir dəfə Əlidə mən çağıracaq ki, mən bir böyük tədbir keçirdim. Biz də onda bir rahat olacağıq, dincələcəyik, haqqıcır insanları sayəsində. Və şəhid oğlumuzun atasına Allahdan can sağlığı diləyirəm, var olasınız. Siz belə deyək də, siz hamımızın baş tacısınız. Hər atanın, hər ananın dünyaya gətirdiyi övlad qəhrəman olmuş. Atanın, ananın özünün qanında bir qəhrəmanlıq, bir vətənə bağlılıq var ki, onların böyüklüyü, yetişdirdiyi uşaqlar da şəhid olub. Yenə deyirəm, Allah məkanların cənnət eləsin. Söz məsəl üçün onun maddiyyətliyindən getirir. Mənəvi tərəfdən də onlara dəstək lazımdır. Sosial tərəfdən də insanların hamısına dəstək lazımdır. Xüsusən də ki, bu həssas təbəqə olan bir şəhid ailələrinin mütləq ki, dəstəyimizi heç vaxt əsirgəməməliyik. Allah hamıda can sağlığı versin, bütün xeyriyyətçilər, dostlarım, tanışlarım. Sağ olun, var olun. 92-nin şəhid ailəsiyəm mən, özüm şəhid ailəsiyəm, oğlum zabitdir. Amma yenə də mənim qapım açılanda mən bir qürur duymuşam. Təzdən başlamışam da, ağır işlərin altına girmişdim o vaxtdan. Qapım açılanda daha mənə güc gəlirdi, yəni özümə qapanmırdım. Ona görə də sizin hər birinizə təşəkkür edirəm. Düzdür, siz Əli Heydər müəllim vasitəsilə tanıdıq, amma burada Əli Heydər müəllim, Almaz, mənim adınız Vahid deyil. Burada elə vahid bir ailə olaq, tək bir ailə olaq, çalışaq ki, dəstək olaq, kömək olaq. Yenə deyirəm, maddiyyat önəmlidir, amma belə deyək də, diqqətdən önəmli deyil. Birinci diqqətdir, sonra maddiyyat. Həya elgillər, məsəl üçün, istəmirlər ki, məsəl üçün, geçsinlər. Düzdür, əl açmaq və yaxud istəmək, necə deyim, hər adam bacarmır. Ona görə o bizim üstümüzdə öhdəçilikdir. Biz gəlib qapı-qapı döyüb, onların vəziyyəti ilə maraqlanaq, onlara lazım olan köməkliyi, yardımlığı etmək bizim borcumuzdur. Düzdür, axirət zamanında deyir ki, nəzir verməyə heç adam tapa bilməyəcəksən. Belə bir şey, misal var. Axır zamanı, zuhur dönəmində. Bəli. İndi bax biz də, bax mən qurban kəsəndə niyə deyirəm, biz getdik Afrikada kəsirik. Tapa bilmədim o ailəni ki, məsəl ki, mən buna 10 ailəyə burada qurbanı bölüm verim. Çalışırıq biz də ki, hər bir elədiyimiz əməl getsin, dəqiq həm ünvanına çatsın, həm də ki, savabımız dəqiq olsun. Yəni ki, biz başqa şey üçün çalışmır. Çalışdığımız anda savabadır. Allah xatirinə, Allah yolunda eləyirik bu işi, düzdürmü? Ona görə gərək o dəqiq ünvana çatmaqdan ötəri çalışırıq. Rayonunda ən ağır vaxtlarda, qaçqınçılıq 96-97-ci il idi. 5 quyu qazılıb. Düzdür, o quyunu mən demişəm, Mahirə Əsədov eləyib, Yeni Yurd İctimai Birliyi sədri, yəni bizim yaratdığımız bir təşkilatdır. Yadındadır da. Mahirə xanımın pulu var idi, amma bilmirdi hansı istiqamətdən başlasın, neyləsin. Yönətmək lazım. Yönətmək lazım idi. Həqiqətən pulu var idi, amma istiqaməti yox idi. Heç təşkilatı da yox idi. Gəlirdim bizim təşkilata, nələrsə gətirirdi, sağ olsun, ailələri yığırdı, niyə qara bizə işləyirdi. Və mən onda gördüm ki, amma sonra mən neyləyə bilərəm? Türkiyə onu göndərdim, sonra Türkiyədən qonaqlar dəvət elədi, ambasador oteldə yerləşdirdikdə Niagaranın yanıdır. Və mən sual verəndə, mən dedim ki, gəl Ağdama gedək. Hörmətli tədbir iştirakçıları,
Bugün Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyin xətti ilə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyin Xəzər rayon şöbəsində rayon şöbəsinin sədri ilə bir görüş keçirdik və xeyir dua verməyə gəldik. İşlərin nə belə deyək də bir-birimizlə əlaqəli işləmək üçün bura gəldik. Xəzər rayon şöbəsinin ofisində olduq, sizlərlə görüşdük. Hər birinizə dönə-dönə təşəkkür edirik. Və Xəzər rayon şöbəsinin sədri Əreydar müəllimə xüsusi təşəkkür edirəm. Yəni əvvəldən bu günə qədər təkrar olmasın, əvvəldən bu günə qədər təşkilatımız da oldu. Bizi tanıdığı vaxtdan gördü oldu. Nələrisə gördü deyə oldu. Belə götürəndə Əreydar müəllimin təşkilat haqqında heç anlamı yox idi mənim bildiyimə görə. Amma bizdən sonra onda bir həvəs yarandı. Və bunun üçün mən də təşkilatımızın çox saylı üzvləri də çox qürur duyuruq ki, nə yaxşı Xəzər rayon şöbəsinə biz Əreydar müəllim kimi yaxşı bir qardaşı, dinə bağlı, İslama bağlı, şəhid ailələrinə dəyər verən, diqqət verən bir qardaşı bu rayona sədr təyin elədik və siz də bu görüşlərdə iştirak elədiniz. Hər birinizə təşəkkür edirik. Allahdan sizin hər birinizə cansağlıq arzulayırıq və bir yerdə olmağınızı məsləhət görürəm. Ən ağır dərd də belə paylaşdıqca yüngülləşir. Ən ağır, ən belə deyək də dərmanı olmayan dərd də paylaşdıqca görürsən ki, dərmana ehtiyacı olmur. Hardasa paylaşımdan insan bir belə deyək də təsəlli tapır. Ona görə də hər birinizə təşəkkür edirik. Var olasınız. Əlidə mənim sizin də sözünüz var. Sizə ancaq xeyir dua arzulayırıq və xoş sədalarınızı arzulayırıq. Xoş sədalarınızı. Tez-tez tədbirlər keçirdin, tez biz ailələrlə görüşün. Adı alınmayan ailələr var ki, bəzisi ola bilər diqqətdən kənarda qalan. Yenə deyirəm, onlar azdır, yoxdur. Amma hər bir halda eləsi var ki, məsəl üçün heç onun belə deyək də abidəsi qoyulmayıb, bulaq çəkilməyib, amma onun da istəyidir. Anaya ataya nə lazımdır ki, oğlun yaşatsın. Çünki ana, ata dünyasını dəyişəndən sonra o şəhid anılmaya bilər. Çünki ailə olur, yerdə qalan övladların da özlərinin ciddi problemləri olur, yəni maddiyyat tərəfdən belə. Ona görə də çalışın ki, belə ailələrin yanında olun və mən sizə tam arxayınam, sizə doğrular arzulayıram. Hər birinizə təşəkkür edirəm. Şəhid atasına xüsusi təşəkkür edirəm. Gəldiyinə görə, bura vaxt ayırdığına görə Allahdan şəhidlərimizin hamısına rəhmət edirik. Məkanları cənnət, yerləri behiştlik olsun.